Bugün 19 aprel 2026-cı ildə Şəmkir rayonundayıq. Şahin bəyin pomidor istixanasındayıq. Burada əkilən çeşidlərdən biri Yarazadənin Fortis F1 pomidor çeşididir. Pomidor əkilibdir dekabrın 18-i 2025-ci ildə. Artıq 3 dənə yığım olubdur. Həm birinci salxım tam yığılıbdır, ikinci salxımdan da artıq üzləmələr olubdur. İndi üzü yuxarı qızaranlar üzlənirlər. Yəni 3 dənə yığım olubdur. Bu çeşidini ən fərqləndirən cəhəti digər çeşidlərdən bunun illik çeşid olmasıdır. Yəni avqustun 20-si misal üçün əkib, onu iyunacan aparmaq mümkündür. Sadəcə burada yarım sezon əkilir. Bu ikinci ən üstünlüyü odur ki, viruslara qarşı tam dayanıqlıqdır. Rugosa bu çeşiddə izlənilə bilməz, ola bilməz. Yəni 100% dayanıqlıqdır. Üçüncü üstünlüyü bərkliyidir. Bu çeşid bərkdir, amma çox dadlıdır. Yəni Şahin bəyin dediyinə görə çox dadlıdır. Digər üstünlüyü bunun kök sistemidir. Kök sistemini özü Şahin bəy bizə göstərmək üçün buranın qazdı. Hələ də bax köklər torpağın üzərindədir. Bizim üçün də məncə çətinlik təşkil eləməz. Yenidən bax görsən kök kopartma. Yenidən bunu qazıb kökləri götürmək. Bax kök sisteminə. Yəni bir damcı qazdım torpağın üzünə. Görsən pomidorun kök sistemi çox güclüdür. Məhsuldarlığı. Məhsuldarlığı göründüyü kimi yerindədir. Çox məhsuldardır. Bunlar indi qış mayalanmasıdır. Hal-hazırda yay mayalanmasında da, isti mayalanmada da heç bir problemi yoxdur. Çiçəklər tutur, salxımlar formalaşır, meyvələr formalaşır və böyümək üzrədir. Xəstəliklər müşahidə olunmur. Yəni xəstəliklərə də kifayət qədər dözümlüdür. Baxmayaraq ki, bura primitiv istixanadır. Burada xəstəliklər olmalı idi. Yarpaqlarda tam bilənsinə eyni stabil rəng olmamalı idi. Yəni əhməyə dəyər bu çeşidi.